Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Aparıcı Vüsalə Əlizadə bacısı ilə birlikdə böyük qış hazırlığı edib. Eyni zamanda o izləyicisindən gələn böyük bir sovqatı da izləyiciləri ilə bölüşüb. Həmin anları sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Bu da təzə zoğallardır. Bax, belə yuyub, təmizləyib, qablaşdırmaya yığmışıq və belə qoyacağım buzluğa. Belə. İndi bunları görürsünüz, deyirsiniz, yəqin Vüsalə satdığa çıxarıb. Turşuları, tutmaları, mürəbbələri. Amma bunlar hamısı mənə pay gəlib. Çox dəyərli bir tamaşaçım var, çox əziz bir tamaşaçımdır. İllərdir ailəli şəkildə məni izləyirlər, çox istəyirlər, çox sevirlər. Elə bir-birimizi görmədən, daha doğrusu onlar məni görürlər, amma mən onları sosial şəbəkə və telefon qədərində yəni görürəm, tanıyıram. Amma məni çox istədiklərinə görə Ramiz qardaşım hər zaman deyir ki, Vüsalə xanım, əziyyət çəkməyin, mamam sizin üçün hər şey hazırlayacaq. Mən bir dəfə demişəm ki, mən mürəbbəsiz çay içmirəm, çox sevirəm mürəbbə. Və mənə dedi ki, bu mövsüm mamam nə mürəbbə pişirsə, sizin də payınızı ayır.